Gəlin soruşaq, bu 10 gün ərzində nə həyatınızda baş verəcək? Möcüzələr baş verəcək. Təbii ki, sizin hərəkətlərinizdən sonra sizin planlarınız tez bir zamanda reallaşmağa başlayacaq. Mesaj, zəng və yaxud da yaxşı, xoş xəbərlər gözləyin. Aktiv hərəkət eləsəniz, siz təsir edə bilərsiniz öz məsələnizə. Öz məharətlərinizi göstərməlisiniz, resurslarınızı göstərməlisiniz. Yəni bu 10 gün ərzində siz xoş ünsiyyətlər üçün və ünsiyyətləri bərpalaşdırmağa və barışmaq üçün hansı bir dinamik sizi start yeni işləriniz üçün gözlənilir. Gözəl xəbərlər alacaqsınız ki, onlar sizin hansı bir gözəl təkliflərdən sonra yaxşı imkanlar verə bilər. Və yaxud da barışıqdan sonra 10 gün ərzində köhnə problemlər onlar qapanır, bağlanır, yeni mərhələyə keçid alırsınız. Daha da sakit, daha da rahat, gözəl bir mərhələyə keçid alırsınız. Təbrik edirəm sizi. Sağ olun, uğurlar.